Mövsümi saç tökülməsi nədir? Günlük olaraq tüklərimiz inkişaf edir, uzanır və inkişaf mərhələsini tamamladıqdan sonra nazikləşərək tökülməyə başlayır ki, biz bu tökülmələri gün ərzində müşahidə edirik. Lakin fəsillər dəyişdiyi zamanı günlük saç tökülmə sürətində ciddi artışlar olur ki, biz buna mövsümsel saç tökülməsi deyirik. Bu bütün fəsillərdə rastlana bilir, daha çox payız və qış fəslində müşahidə olunur. Bu isə bir çox faktorlardan asılıdır. Daha çox bir neçə hormon vardır ki, bunların yaratdığı disbalans, tarazlığın pozulması bu saç tökülməsinə səbəb ola bilir. Və bundan başqa günəş şüalarının faydasının orqanizm üçün olduqca əvəzolunmaz olduğunu bilərək, yayda xüsusilə günəş şüalarının yerə pik çatdığı saatlarda, günorta saatlarında günəş şüası altında uzun müddət vaxt keçirmək bu tük folikulalarını zədələyə bilir ki, tük saçlarımızı zədələyə bilir ki, bu isə payız və qış fəslində özünü saç tökülməsi ilə göstərə bilir.